Salam değerli izleyiciler. Allah'ın lütfu ilə mənə verilən sual, bugünə verilən sual, iman nədir? Bu haqda mən canlı yayında və yaxud çəkdiyim videolarda çox söhbət eləmişəm, amma tək iman haqqında bir video çəkmək qərarına gəlmişəm. Təbii ki, necə deyir Quran, insan öz daxilində Rəbbi ilə tək qalır, qulaq qəlbə yaxın olur. Bu deməli qəlbin istəyidir, Allahın istəyidir. Məsləhətinə şükürlər olsun. Quranda 3-cü surəsinin 7-ci ayəsində aydın şəkildə yazılır. Anlayan üçün. Yaradana şükür. Bu Quranın bir hissəsi, hökmü bəlli, mənası aydın, mühkəm sözlərdir. Yerdə qalan hissəsi, mənası bəlli olmayan, biri-birinə bənzər ayələrdir. Deməli, mənası bəlli olan kəlamlar müqəddəs qanundur, hökümdür, əmirdir. Yerdə qalan hissəsi, imtahan olmaq, etmək üçün Allah tərəfindən bəndələri yolundan azdırıb, mənası bəlli olmayan ayələr vasitəsilə sınağa çəkməsi üçündür. Həmin aydın fikrin, hökmü bəlli, mənası aydın fikirlər içərisində, Quranın sinəsində aydın şəkildə yazılır. Dünyada ikən yaxşı işlər görüb də imanı olmayan kəslərə dünyavi əməlləri heç bir fayda verməz. Burada deyilmir ki, namazı olmayanlara, hicabı olmayanlara, orucu, nə bilim, Kəbəsi, ziyarətgahları ziyarət etməsi olmayanlara deyilmir. Burada deyilir, imanı olmayanlara nə Kəbəsi, nə ziyarəti, nə namazı, nə hicabı, nə orucu heç bir fayda verməz. Nə də etdiyi yaxşılıqları, nə də doydurduğu qarınlar, edər cüzi o savablar. Amma bu ibadət tərəfi ona heç bir fayda verməz. Deməli, Allaha bəndədən lazım olan nədir? İman. İman haqqında bu kitabların sinəsində nə Quranda, nə kəlamda ardıcıl fikir yoxdur. Kəlamın sinəsində burada iki mənalı yazılan Quran, kəlamda da iki mənalı bir fikir var və Peyğəmbərin kəlamında buyurulur. Mən sizə yeri gəldikcə sözlər deyəcəyəm. O sözləri Quran ilə tutuşturun, yəni aydın fikirlərlə, mənası bəlli olan, hökmü bəlli olan fikirlərlə tutuşturun. Hansı sözün qəlbinizdə şək gətirərsə, söz daha doğrusu sizdə şək gətirərsə, uzaq olun o sözlərdən və bilin ki, mən sizdən də öncə o sözlərdən uzağam. Yəni, mənası bəlli olmayan sözlərdən Peyğəmbər kəlamında buyurur ki, mən o sözlərdən uzağam. Hansı sözün qəlbinizə yaxındırsa və o sözlərə yaxın olun, bilin ki, mən sizdən də öncə həmin sözlərə yaxınam. Aydın fikirlərdə də imandan danışır, kəlamların da sinəsində buyurulur, səpkili şəkildə. Yəni, bu bir də düzülmüş halda yoxdur. Bu kitabları sökürsən, onun sinəsindən gözlərinlə artıq sözləri əliyirsən, yalnız imana dair fikirləri seçib, bir də düzürsən və görürsən ki, hər şeyin bir dirəyi olduğu kimi, İslam dininin dirəyi də dini hüquqlara aid hikmətdir. Hikmətin əsası Allah'ı tanımaqdır. Çünki hikmət sahibi Allah'dır.
Tanrıdır. Bütün ilimlerin ustadı, hikmete bunlara bağlıdır onun adı. Mesela hikmetin direği imandır. İmanın 3 kökü vardır. Yani kanunudur. Allah'tan başka güman yeri olmayanı incitmeyin. Tesadüfen sef edeni kovmayın. İlk defa qəsd edeni cani bilmeyin. Neden? Çünkü Kur'an'da aydın fikirler var ki biz bendenin eliyle sınağa çektik. Veya yazılır ki öldüren, güldüren, ağladan, zahir, batin hamısı Allah'tır. Deməli ilk defa qəsd edən Allah'ın hükmüyle edir ve onu cani bilmek özü büyük günahdır. Anlamına gelir. Eğer Allah Kur'an'da aydın fikirler içerisinde değildir, size bir pislik, meşakkat, azap, eziyet veya bir yaxşılık, ucalık, yükseklik dileyerse, isteyerse, ederse, onun sizin barenizde göreceği bu işlere kim mani olabilir? Hiç kim. Yer üzerinin Allah'ı da odu, yer üzerinde yaratıcı kuvvete odu. Ondan başka kuvvete yoktu. Kim karşı bilir onun işine? Hiç kim. Deməli, imanın direği dile getirilip söylenilmeyen sədəqədir, ihsandır. Səxavətdir. Her güzel əməl ihsandır. İki küsülünü barıştırmaq, yıkılanın elinden tutup kaldırmaq, yolda kalanın harayına çatmaq, feryat edenin dərdinə şərik olmaq. İnsan için bu şart değil ki. En azından hiç kimi qınamamaq. İnsandır. Çünkü yaradan Allah'tır. Bir anlık özünü qınadığının yerinde təsvir elə. Eğer seni qınadığının yerinde Allah yaratsa idi, halın necə olardı? Odur ki, qınıyarken bilmelisən ki, sen Allah'ın yarattığına kalkırsan, bundan da azap yaşayabilirsen. Çünkü Kur'an'da aydın buyurulur ki, dünyada iken şək ettiğiniz, yani birilerini qınadığınız sizin için azaptır. Her güzel emel ihsandır. İmanın iki kolu var. Təvazökarlıktır, edeptir. Təvazökarlık, eğer sen bir insana yaxşılıq edirsense ve sonra onu onun başına kalkırsansa, ben bunu adam elədim. Ben bunun əynini paltarlı elədim. Karnını doydurdum. Ben bunu ev eşik sahibi ettim. Ben bunu vəzifə sahibi ettim deyə təkəbbürlə davranırsansa, mən deyirsənsə, bu təvazökarlığı aşmaqdır. Sen bu dünyaya gələndə nə getirmişdin? İçin eli boş, civi boş. Ne verilir burada? Allah tarafından verilir ve bendenin eliyle mükafatlandırabilir, cezalandırabilir. Eğer Allah senin vasitende bir insana yardıma kalkırsa onu sen etmedin. Onu sende Rabbin etti ve belə anda demelisin. Bu Allah'ın lütfüdür. Məhkəmək. Bunu demirsense, mən ettim. Mən bilirəm, mən ağıllıyam. Deməli sən təkəbbürlüsən. Təkəbbürlük eləyəni də Allah sevmir. Orada ceza var.
Hər türlü. Və ya sən bir iş görməyə gedirsən. Tutalım ki, deyirsən, mənlikdir. Mən gedib bu işi həll edəcəm. Baxarsan, bu iş belə olacaq. Burada da təkəbbürlülükdür. Burada da deməliyik, Allah istəyərsə, nəsib edərsə, etsin yox. İnsan var ki, Allah nəsib etsin, gedim. Etsin yox. Etsin deyəndə belə biz ona elə bir iş tapşırırıq. Edərsə, istəyərsə, mən bu işi gedib edərəm. Bu təvazökarlıqdır. Mən gedib edərəm. Bu təvazökarlığı aşmaqdır, təkəbbürlülükdür. İmana ziddir. Onun ardında mütləqa bir cəza səni gözləyir. Ədəb qaydalarına rəayət. O necə deyir, biri sənə daşla, sən ona aşla, ədəblə qarşılayacaqsan. Bu yoxdursa, həddini aşırsansa, həyabəndlərini qoruya bilmirsənsə, abrına qısıla bilmirsənsə, haqsız yerə olsa belə səsini ucaldırsansa, deməli səndə ədəbdən əsər əlamət yoxdur. Lütf olunmayın. Məsləhətinə şükür. Məhəbbət imanın nişanəsidir. İnsanlığı deyil, dünyanı sevmək bütün yaramazlıqların köküdür. Əgər din əhli hicaba bürünür, bunu hikmətli görsənir, zahirən, onu qəbul edib, hicab örtməyən xalqa ayağa qalxırsansa, səndə insanlıqdan əsər əlamət yoxdur. Necə olur? Səni Allah yaradıb, o köbələk midir? Onu da Allah yaratmayıb. Onu Allah o şəkildə, səni bu şəkildə görürsən, barmağın beşi də bir şəkildə deyil. İnsanlar da belədir. Və sən kiməsə səsini ucaldırsansa, deməli səndə məhəbbətdən əsər əlamət yoxdur. İnsanlığı sevməyən Allahı sevə bilməz. Çünki Allah məhəbbətdir. Məhəbbətdə yaşayan, yəni hər addımda insandır deyib hörmətlə davranan, izzətlə davranan Allahda yaşayandır. Allah da onda yaşayandır. Əslində Allah hər kəsdədir. Sadəcə ağıl deyilən şeydən heç kimə pay bölməyib özüdür. Dünya yaranandan bugünə bəndələri yaradıb elə bil azad. Güya ki, amma əslində hər şey özü təyin edir, kim nə istəyir onu edir, amma indi kəndiri dartıb özünü tanıtmaq istəyir. Yəni hər birin insanın kəndiri, ömür kəndiri Allahın əlindədir. İstəyəndə kəsir, istəyəndə uzadır, istəyəndə titrədir, o bunu xüsusi bölgülərlə, ruh vasitəsilə edir. Məsləhətinə şükür. Məhəbbətdə nə yüksəklik, nə alçaqlıq, nə də qeyri-millətçilik vardır. Biz kimə lənət oxuyuruqsa, Allahın yaratdığına oxuyuruq, bundan da anlamadan cəza yaşayırıq. Çünki bir dil ilə biz həm Allaha səcdəyə gəlirik, həm də Allahın yaratdığına lənət deyirik. İkiyüzlüyük biz. Deməli bizdə məhəbbət deyilən şey hələ cücərməyib. Özümüzü elə bilirik ki, aldadırıq, amma bilmirik ki, Allah bizi aldadır. Quranda deyilir, insanlar ikiyüzlülər. Yəni, həm Allaha ibadət edib, həm də Allahın yaratdığına lənət oxuyanlar elə bilirlər ki, Allaha yaxınam deyə Allahı aldadırlar, amma bilmirlər ki, Allah onları sınağa çəkmək üçün aldadır. Qısa bir cümlədir. Quranın sinəsində aydın fikirlər, hökmü bəlli. Səbir, təmkin, dözüm imanın ən üstünüdür. Bunlar
bunlar yoxdursa, deməli səndə imandan əsər əlamət yoxdur. Lütf etməyib Allah Teala. Məsləhətinə şükür, onun işinə kim qarışa bilər? Heç kim. Səbir şadlığın mayasıdır. Yəni, gözləyəcəksin. 30 ildir mən gözləyirəm. 30 ildir. Onun 5 ili məşəqqət, 25 ili də hikmət. Hələ də nöqtə yoxdur. Məsləhətinə şükür. Səbir şadlığın mayasıdır. İndi o şadlıq haçan gələcək, onu oturaq gözləyək. Anlamındadır. Təmkin udulan şeylər içərisində ən gözəli, ən səvablısı qəzəbin udulmasıdır. İnsan qəzəblənən zaman hissini ki uda bilir, o təmkinlidir. Kim ki özündən çıxır, o təmkinli deyil və onda iman tarimardır. İmanlıyam desə belə, orada imandan əsər əlamət yoxdur. Anlamına gəlir. Dözüm. Taleyin bütün zərbələrinə sinə gəlib və şükründə qalmaqdır. Burada insanlar bəzən görürsən ki, elə din əhli də, adi insanlar da bu zərbələrə dözmürlər, bəddualar yağdırırlar, qarmışlar, nə bilim nələr. Amma bəyən biz Yusifdən, Əyyubdan, İsa'dan və digərlərindən daha mı üstünük? Onlar o cür məşəqqətlərlə Yusifi qardaşları quyuya atır. Məgər orada üsyan mı edir? Kul bazarında satılır. Məgər o səsimi ucaldır, bəddualar mı yağdırır? Zindana atılır, orada kiməsə nalə mi tökür? Yox. Taleyin hökmünə baş əyib, şükürlə, səbirlə azadlığını Allah'tan gözləyir və sonda peyğəmbərliyə ucalır. Əyyub xəstəliklərlə mücadilə edir, bədəninə qurd düşür və şüküründən dönmür. Dönmür və sonda peyğəmbərlik rütbəsinə ucalır. İndi bir insana bir çətinlik olan kimi vay-şüyan qopardır ki, mən haqsızlıqla uğraşdım. Biz haqsız dünyada yaşayırıq. Hələ haqq, ədalət dünyasını Allah qurmayıb. O bizə vəd edilir. Biz onu gözləyirik. Səbir şadlığın mayasıdır. Nə qədər? Allah nə qədər istəyir. Allahın səbri böyükdür. Özündən çıxmaqla, bəddualar yağdırmaqla sən yalnız öz imanını ləkələndirib, ondan da cəzalar yaşaya bilərsən. Xəstəliklərə düçar ola bilərsən. Yaxşısı budur ki, taleyin hökmünə baş əyib, məsləhətinə şükür, ya Rəbbim, sənə xoş, mənə qəbul deyib, bağışlayıb, bağışlanma, diləyib addımlamaqdır. Bundan gerisi yalandır. Allah'a yaxınlığı. Əlamətləri imanın hörmətdir, ədalətdir, mərhəmətdir, səmimiyyətdir, sadəlikdir, lətafət, incəlik, nəciblik, hamısı imandandır. Bunun əksi imana ziddir. Bəzən insan oturub gözləyir ki, ona hörmət etsinlər. Ailədə istər ata, istər oğul, istər gəlin, istər qaynana, istər bacı. Amma bu belə deyil. Çünki Quranda aydın deyilir. Yaxşılıq etməkdə biri-birinizi ötməyə çalış. Hörmət də belədir. Hörməti özün edirsən, o dəhrə verir, sən də onu yavaş-yavaş dərib dalırsan. Tuxum kimidir. Mərhəmət göstərməyənə hökm özü də mərhəmətsizlikdir. Bax, görürsənmi? İsa'nın qardaşları quyuya atır, mərhəmətsiz davranırlar, acınacaqsız davranırlar və onu quyuya atırlar. Amma o quyunun dibində nə deyir? Ya Rəbbim, mənim qardaşlarım nə etdiyini anlamadılar. Sən onlara rəhm et. Mərhəmət göstərməyənə rəhimlə cavab, mərhəmətli olmaqdır. Yox, sən ona əks bəddualarla qalxırsansa,
deməli sən də elə mərhəmətsizsən. Səmimiyyət nə deyir Quranda? Allahın heç bir kəsin ibadətinə ehtiyacı yoxdur, möhtac da deyil. Əsas məsələ Allaha edilən ibadət deyil, ibadət səmimiyyətlə davranmaqdır. Amma din əhli elə bilirlər ki, bunlar namaz qıldılarsa, çox eşitmişəm bunu, ünvanlamaq istəmirəm, qısa iman haqda danışmaq istəyirəm. Yəni deyirlər ki, namaz varsa, istəyirsən qarğa, istəyirsən neylə, sənin namazın var, sənin deməli imanın var. Amma anlayış yoxdur ki, iman nədir? Bax, bunlar sabah qəziyə gəlirlər, hər hansı bir xəstəliklə mücadilə edirlər, anlamırlar ki, bu imansız davranmağın, yəni səmimi olmamağın cəzasıdır. Bədbəxtçilikdir, xəstəlikdir, qan təzyiqidir, maşın qəzasına gəlməkdir, şəkərə tutulmaqdır, xərçəngdən əziyyət çəkməkdir. Bunlar hamısı imana zid xasiyyətlərdən doğulur. Əslində, insan əgər imanı ləkəsiz gəzdirərsə, o heç bir xəstəliklə qarşılaşmaz. Qınaqdan uzaq olarsa, qeybətdən uzaq olarsa, yalan danışmaqdan, xəbərçilik etməkdən, şər böhtan söyləməkdən. Baş ağrıyan kimi insan deyir, filan kəs çıxdı qarşıma, gözünə gəldi. Filan kəs çıxdı qarşıma, nəfsə gəldi. Şər böhtan deyirmi? Filan kəsi də yaradan Allahdır, səni də. Quran nə deyir? Sizin başınıza gələn müsibət öz əməllərinizlə qazandığınızın əvəzidir. Deməli, sən haradasa səhvə yol vermirsən, səmimi davranmayıbsan və bundan da cəza yaşayanda ikinci səhvi gəlib burada edirsən ki, filan kəsin gözünə, nəfsinə gəldim. Amma anlamırsan ki, o bağışdan baxan da nur Allahın zərrəsidir. Ülfü məqsəd üçündür, göz qulağı bəşərə, öz gözü, öz qulağı, göz qulaqdır bəşərə. Amma anlatmayıb bunu bəşərə. İndi anlatmaq istəyir, məsləhətinə şükür. Sadəlik olmayan yerdə dahilik yoxdur. Yəni, özünü hardasa üstün, kimdənsə üstün tutub gəzirsənsə, orada sadəlik yoxdursa, deməli, iman da yoxdur. Orada təkəbbür var, özünü üstün tutmaq var, mükafat yoxdur. Sən bir müddət gözəl yaşaya bilərsən, amma hüzur başqa şeydir. Bax, onu qazanmaq, məsləhətinə şükür, Rəbbin lütfüne, imanın ləkəsizliyinə bağlıdır. Ədalət o demək deyil ki, sən kimisə hökm verib tutasan, kiməsə hökm yazasan, ədalət odur ki, özündəki məsuliyyəti anlayasan, bağışlamağı bacarasan. Allah bağışlayan da deyirik və sən bağışlaya bilmirsənsə, deməli səndə ədalətdən əsər əlamət yoxdur. Məsuliyyətini anlamırsan. Və ya birinin qəlbinə toxunanda məni bağışla, burada bəlkə də səhv elədim deyə bilmirsənsə, sənin ədalət barədə anlayışın yoxdur, anlamına gəlir. Nəciblik, incə davranmaq, nəzakətlə danışmaq. Bəzən görürsünüzmü, bax, insanlar oruç tutur. Günlərdə susuz qalır, namaz qılır. Amma çöldə özünü hikmətli göstərir, tərbiyəli davranır. Evə daxil olanda aliyə hücum çəkir. Məsələ yəni bu niyə vaxtında pişmədi, buzdur, niyə vaxtında açılmadı, bu paltar bağırır. Yemək çatmayanda səsini başına təpir, namaz qılır, anaya səsini ucaldır. Ataya bir nəfər mənə burada yazmışdı ki, mən atama nifrət edirəm.
ata ilə sınağa çəkilirsən, onu qəbul edə bilmirsənsə, deməli sənin iman haqqında şuur payında zərrə də yoxdur. Çünki anaya nifrət, Allaha nifrət, ataya nifrət, Allaha nifrət deməkdir. Hər halı ilə sən ata-ana tərəfindən sınağa çəkilirsən, o namazı qılıb durub səsini ucaldırsansa və yaxud kimisə təhqirə qalxırsansa, deməli səndə nəzakətdən əsər əlamət yoxdur. Ədəb qaydalarının rayəti yoxdur. Birinə pis baxırsansa, birinə pis deyirsənsə, Allahın yaratdıqlarına təhqiramiz davranırsansa, deməli səndə iman bərpa deyil, ləkəlidir, çirkab içindədir. Gözəl xasiyyət imanın yetkinliyidir. Yəni, bu əlamətlər, bu şərtlərə sən rayət edirsənsə, bu əlamətlər səndə varsa və insanlığa dəyər verə bilirsənsə, xoşlamaya bilərsən, amma onu qınaya bilməzsən. Uzaq gəzə bilərsən, amma tənəyə qalxa bilməzsən. Qəzəbi udu təmkinlə, şükür yaradana deyib, uzaqlaşa bilərsən, amma ona pis baxa bilməzsən. Baxdın, deməli iman ləkəlidir və səndə hələ yetkinlik, imanın yetkinliyi səndə bərpa deyil. İmanın kamilliyi özünü dərkdir. Özünü dərk, Allahı özündə dərk. Şah damarından yaxındır. Deyirikmi Allah bəndiyə? Allah bəndəsinə şah damarından yaxındır. Deməli, bizim daxili ruhumuz, can deyirik. Görürsünüz, insan öləndə demirlər, can öldü. Deyirlər, insan can verdi. Bizim nəfəsimiz belə Allahın zərrəsidir. Özünü dərk, Allahı dərk, imanın kamilliyidir. Bu varsa, deməli sən imanda kamilsən. İmanın bəhrəsi, arzuların çin olması, ümidlərin doğrulmasıdır. Allah nəsib edərsə, hər kəs bu iman yolunu Allah nəsib edərsə, istəyərsə